Salam əziz müəllimlər, necəsiniz? Ümidvaram ki, yaxşısınız. Demək, məndən çox istənilən bir mövzunun izahını vermək istəyirəm. 7-ci sinifdən 24-cü mövzumuz süni və sintetik liflərdən parçalar. Onun haqqında məlumat vermək istəyirəm ki, bu qarışdırılan hissə sizə daha aydın olsun. Gəlin baxaq izahda nə deyir. Deyir ki, bütün növ parça materialları iki qrupa bölünür. Təbii və kimyəvi. Təbii və kimyəvi də versə düz götürürük, təbii və süni də versə düz götürürük. Çünki mötərizədə süni yazılmışdı. Bütün növ parça materialları iki qrupa bölündü və təbiilər özləri üç qrupa bölünür. Təbii parçalar neçə qrupa bölündü? Üç qrupa bölündü. Heyvan mənşəli, bitki mənşəli və minerallar. Heyvan və bitki mənşəli parçalar təbiətin, yəni yer kürəsinin üst təbəqəsindən alınır. Yəni bu heyvanlar da bitki də yerin üst qatında olduğuna görə bunlardan daha çox istifadə olunur. Mineralları isə yerin altından çıxarılır. Bunları əldə etmək çətin olduğuna görə bunlardan az istifadə olunur. Ən çox istifadə olunanlar heyvan və bitki mənşəli parçalardır. Deməli, heyvan mənşəli parçaların tərkibi zülaldan ibarətdir. Yəni onların tərkibi zülaldan ibarət olur və heyvan mənşəli parçalar isə iki qrupa ayrılır. Bir yun, iki isə nədir? İpək. Bitki mənşəlləri isə, onların tərkibi sellyulozadan ibarətdir. Bitki mənşəli parçalar isə iki qrupa ayrılır və pambıqdan və kətandan alınır. Kimyəvilər haqqında isə kitabda məlumat verilməmişdir. İndi keçir təbii liflərə baxın. Bütün növ parça materialların bildiyimi, bütün növ parça materialları iki qrupa bölündü. Təbii və kimyəvi. Təbiilər isə üç qrupa bölündü. İndi keçir təbii liflərə. Təbii liflər iki qrupa bölünür. Bitki mənşəli liflər və heyvan mənşəli liflər. İki qrupa bitki mənşəli liflər, heyvan mənşəli liflər. Bitki mənşəli liflərin tərkibi karbohidrogen və sellyulozadan ibarətdir. Nədən ibarətdir? Bitki mənşəli liflərin tərkibi karbohidrogen və sellyulozadan ibarətdir. Bitki mənşəli liflər də özləri iki qrupa bölünür. Birincisi, bitkinin toxumlarından alınan pambıq. İkincisi isə bitkinin gövdəsindən alınan kətan və çətən lifi. Sonra isə heyvan mənşəli liflərə baxırıq. Heyvan mənşəli liflərin isə tərkibi zülallı maddələrdən ibarətdir. Heyvan mənşəli liflər də özləri iki qrupa bölünür. Birincisi, tərkibi keratindən ibarət olan qoyun keçi. İkincisi isə tərkibi fibroindən ibarət olan ipək. İpək qurdundan alınan ipək. Demək, bütün növ parça materialları iki qrupa bölündü. Təbii liflər iki qrupa bölündü. Parça lifləri isə özləri də iki qrupa bölündü. Parça lifləri iki qrupa bölünür. Süni liflər və sintetik liflər. Süni parça liflərinin tərkibi sellyulozadan ibarətdir və süni parça liflərinin alınması üçün küknar ağacı oduncağından və pambıq tullantılarından istifadə olunur. Sintetik liflərin emalı üçün isə qazlardan istifadə olunur. Həmin qazlar isə daş kömürdən və neftlərdən alınır. Aydın oldu, müəllimlər. Soruşulsa ki, bütün növ parça materialları neçə qrupa bölündü? İki qrupa. Bəs təbii liflər neçə qrupa bölündü? İki qrupa. Parça liflər neçə qrupa bölündü? İki qrupa. İki qrupa bölündü. Bax, burada da qeyd eləmişəm. Amma bizdən soruşsa ki, bəs təbii parçalar neçə qrupa bölündü? Təbii parçalar isə üç qrupa bölündü. Heyvan mənşəli, bitki mənşəli, mineral mənşəli. Bu qədər əzizlərim, sağ olun, salamat qalın. Hər birinizə uğurlar arzu edirəm. İnşallah ki, bu illərim ən yüksək nəticələr məhz sizlərin olar. Ümidvaram ki, bu video sizə faydalı olmuşdur. Video bəyənməyi, kanala abunə olmağı, şərh yazmağı unutmayın. Hər birinizə təşəkkür edirəm. Hər birinizə uğurlar arzu edirəm. Hər biriniz mənim üçün dəyərli və əzizsiniz. Sağ olun, salamat qalın.